Çok sınadı Milli qəhrəmanımız bizi zaman. Səhid Yusuf Vəlioğlu Müzeyi. Neçə şəhid getdi Deməli, burada belə bir masala var. Abidənin qarşısına təxminən 1 metrə 20-30 santim, 1 metrə 30 santim arasında qarşısına kütün ağaçları əsilib və o kütün ağaçlar da böyüyüb, abidə tam görünməz hala düşüb. Mən çox xahiş eləyərdim aidiyyatı qurumlardan bu ağaçların əgər yerlərini dəyişmək mümkündürsə, yəqin ki, mümkündür. Bu ağaçların yerlərini dəyişdirərdilər ki, milli qəhrəmanımızın qarşısı açılsın. Çünki bizim milli qəhrəmanlarımız, bizim əsgərlərimiz, qazilərimiz, veteranlarımız heç vaxt ağac arxasında döyüş vaxtı gizlənməyiblər. Onun üçün də çox xahiş eləyirəm aidiyyatı qurumlardan ki, şəhid milli qəhrəman Yusuf Mizeyevin abidəsinin qarşısının açılmasına yardımcı olsunlar. Şəhidimizin də ruhu şad olar.